Kabab iyisi gəlməlidir əsasında. Sən gedib o qədər bağda gül, bağ. Bu deyil. Bağda gül, bağ. Bu olmalıdır. Burada Yəni olmalıdır. səsdən kabab iyi gəlsə, Səsdən kabab lülə iyisi gəlməlidir. gəlsə trenddəsən deməkdir. Mütləq. Lülə iyisi gəlirsə mahnıdan, o çörəkli mahnıdır. Nəyə gəlir? Lülə. Mahnıdan yoxsa səsdən? Səsdən. Səsdən gəlməlidir. Yəni mən indi trendə girsəm, oxusam trenddə kimlər var? Mənə deyə bilərsinizmi bunlardan hansından lülə iyi gəlir? Deyə bilərmi Elnar Xəlilov? Mən trendi indi... Yox, mahnının harasında səhv elədiyini deyə bilərəm. Yox, bax birinci yer Pünhan Piriyev Nəfəs. Həmin o lülə isi var da Pünhan. Var burada. İkinci Pünhan özünə. yer, ikinci yer Qurd Kəmalə Günəşli. Reper. Bəli. Yox, repdə olmaz. Kəmalə Günəşlidən bir yerdə otur. Kəmalə Günəşliyə görə düşüb. Üçüncü yer Vüsal Büləsivarlı, Naibə Səbirabadlı. Allah Tanımır. Mən də tanımıram, yalan deməyim. İyini də bilmirəm. Tacir Məmmədov sonra gəlir. Tacir. Qəribə adlar deyir. Yenə gəlir Pünhan Piriyev Nəfəs. Elə bundan dediniz Lüləyi gəlir. Lülə isi var da orada. Adamın özü də istəyir ki, lülə isi gəlir. Pərviz Bülbülə Türkan Vəlizadə gəlir. Zaten Pərviz Bülbülə meyxanadan gəldiyi üçün onlarda meydandır da əsas. Yəni adamın özü də onu təsdiqləyər. Lülə mi iyi gəlir? Yəni o meydan harda olur? Restoranda olmur. Lülə isi. İyi bastı bura. Hələ lülə isi var orada var. Sonra gəlir Roviklə Novruzzadə gitara. TikTokda Rovik çox. prodüser Rovik. Hə, oxumağa başlayıb. Üzümlü insandır Rovik. Hə, 2 milyona yaxın artıq baxışı var 3 həftəyə. Zeynəb Həsənli. Zeynəb gözəl ifaçıdır. Bu Pünhanla Nəfəslə oxuyub bu qədər trenddədir. Yenə də eyni mahnı qara qaş qara göz. Ayrı-ayrı səhifələrdən. Top onluğu tamamlamaq istəyirəm. Vəfa Şərifova Nəfəs. Hə, nə deyim? Öyle bu kebab yiyini, lülə yiyini deyə gəlirəm. Gəlirmi buradan kebab yiyi bu səslərdən? Nəfəs və Vəfa Şərifova. Acılama sabahım. Açılma sabahım. Yox, mahnıdan soruşursunuz, yoxsa ümumi soruşursunuz? Pendir, kabab. Gəlir. Lülə. Hələ ortası quyruqlu lülədir. Quyruqlu lüləyi gəlir. Pendirlə elə başladı. Üzeyir Mehdizadə. Üzeyir Mehdizadə çox istedadlı insandır. Birincisi o oxumamışdan qabaq piano ilə başladı. Gəlmir. Dostum de onun barəsində bir şey demək istəmirəm. Tamam. O mənim ürəyimdir. Deməli, gəlməsəydi deyərdiniz gəlmir. Dostluq, susmaq da razılıq əlamətidir. Mən bunu belə Yalanı sevmirəm, ürəyim. Nəsə, bu qədər.